Bismillahirrahmanirrahim. Deməli, sual belədir ki, iki dənə məşhur irad və onların cavablandırılması. Mən kitabdan iki dənə, Qədirxum hədisi kitabından iki dənə irad seçdim. Birinci irad budur ki, deməli, Beyhəqi tanınmış əhl-i-sünnə alimlərindən biridir. Beyhəqinin kitabında, Əl-Etiqad kitabında Həsən ibn Həsənlə bir nəfər arasında keçən bir dialoq var. Dialoqda belə məsələ bunun üzərində qurulur ki, Mövla kəlməsinin mənası nədir? Dostdur, yoxsa rəhbərdir? Burada şəxs buyurur ki, əgər burada məqsəd rəhbər olsaydı, mütləq orada Peyğəmbər məndən sonra qeydini vurardı. Yəni, mən kimin Mövlasıyamsa, Əli də onun Mövlasıdır, məndən sonra. Peyğəmbər belə bir qeyd vurmadığına görə, cümləni bu cür qurmadığına görə, deməli, burada Peyğəmbər Həzrət Əlini bir növ dost kimi, yaxın bir insan kimi tanıtdırıb. Amma çox maraqlıdır ki, Zəhəbi ki, onun bir traktatı var, orada 125 dənə hədis nəql eləyib, rəvayət eləyib. Orada 92-ci hədisdə eyni bu söz keçir ki, Peyğəmbər buyurur ki, Əli məndən sonra möminlərin nə idi? Mövlasıdır. Deməli, o şəxsin qeyd elədiyi söz ki, məndən sonra qeydi olsaydı məna aydın olardı, bunu Zəhəbi 92-ci hədisdə gətirir. Və bayaq da qeyd olunduğu kimi bu hədis mütəvatirdir. Mütəvatir olduğu üçün bu hədis artıq sabit olur ki, burada Həzrət Əlinin barəsində deyilən Mövla kəlməsindən məqsəd nədir? Onun siyasi rəhbərliyidir. Nəinki burada dost və ya başqa bir məna. Bu birinci iradın cavabı. İkinci iradın cavabı budur ki, Mövla kəlməsini adətən belə bir söz deyirlər ki, səhabənin fəhmi önəmlidir. Yəni, o dövrdə səhabə necə başa düşdü bu hədisi, Həzrət Əlinin özü necə başa düşdü bu hədisi. Qeyd olunur ki, burada məqsəd bir düşmənçiliyi yatışdırmaq idi. Çünki Həzrət Əlini Peyğəmbər Yəmənə göndərmişdi, oradan da Xalid ibn Vəlid onu da göndərmişdi, sərkərdə kimi. Orada Xüms bölgüsündə Həzrət Əli özü üçün bir pay götürür, cariyə götürür və bu Xalidin və orada Bureydanın xətrinə dəyir. Nəticədə bunlar gəlirlər Peyğəmbərə şikayət edirlər, Peyğəmbər görür ki, bunların arasında inciklik var və başlayır Qədirxum adlı yerdə bu incikliyi aradan qaldırmaq üçün belə bir söz demək ki, mən kimi Mövlasıyamsa, Əli də onun Mövlasıdır. Lakin bu tarixi faktlarla, hədislərlə uymur. Nəyə görə? Çünki deməli, hədis kitablarında qeyd olunur ki, Bureydə gəlir Peyğəmbərə şikayət eləyir ki, bəs Həzrət Əli, indi o, mən Həzrətlərimdə, deyir, Əli özünə artıq bir pay götürdü, cariyəni. Peyğəmbər orada qəzəblənir və Bureydəni tənbih eləyir və Bureydəyə deyir ki, and olsun, onun payı daha çoxdur. Baxın, burada iki məqam var. Birinci məqam budur ki, deməli, qəzavətin şərti var. Qəzavətdə həmişə şikayətçi tərəf varsa, iki tərəf dinlənilməlidir. Yəni, bu Peyğəmbərin özündən də hədis var ki, şikayət varsa, burada iki tərəf dinlənilməlidir. Peyğəmbər Həzrət Əlini dinləmədən onun cavabını verir. Deyir, sən səhvsən, burada Həzrət Əli haqlıdır. Yəni, bu nəyə göstərir? Bu, yəni, məsumiyyətə də dəlalət edir. Yəni, biraz dərindən baxsaq, məsumiyyətə də dəlalət edir. Çünki Peyğəmbər əgər Həzrət Əlinin səhv edə biləcəyini ehtimal versəydi, o zaman öz dediyi hədisə əsasən gərək Həzrət Əlini də dinləyəydi, hər iki tərəfi dinləyəydi ondan sonra. Amma dinləmir, deyir, yox, sən səhvsən, orada Əli düzdür və tənbih eləyir və maraqlıdır ki, Müsnəd Əhməddə, Əhməd ibn Həmbəlin Müsnəd kitabında qeyd olunur ki, Peyğəmbərin bu tənbihindən sonra, burayda deyir ki, Peyğəmbərdən sonra mənim üçün Əlidən daha sevimli kimsə olmadı. Yəni, məsələ zaten orada həll oldu. Peyğəmbərin o tənbihindən sonra məsələ orada həll oldu və hədislərin dediyinə görə burada əsas etiraz edənlər Xalid idi, Xalid ibn Vəlid və Bureydə idi. Bu iki nəfərin arasında olub bu problem, bu iki nəfərlə Həzrət Əli arasında. Peyğəmbər Bureydəyə deyir, Bureydə də çox ehtimal gedib Xalidə deyir. Və bundan sonra Peyğəmbərin təzədən o böyük bir səhnəni qurması, nə bilim, insanları o istin gündə cəm eləməsi, təzədən onları deməsi, bu artıq əbəs işdir. Nəyə görə? Çünki problem bir neçə nəfərin arasında keçib və Peyğəmbər o bir neçə nəfərin arasında da problemi həll edibdir. Deməli, bu irad ki, burada məqsəd o narazılığı yatışdırmaq idi. Zaten Peyğəmbər o narazılığı yatışdırmışdır. İkincisi, bu o qədər də qlobal məsələ deyildi ki, Peyğəmbər onun üçün minlərlə insanı istidə toplasın və onlara desin ki, bax, Əli sizin dostunuzdur. Çünki Quranın zaten çoxlu ayəsidir, möminlər qardaşdırlar. Peyğəmbərin çoxlu hədisləridir ki, ənsardır, mühacirdir, bunlar bir-birinə qardaşdır. Bunlar, hətta bəziləri Əhl-i-Sünnə etiqad kitablarında bəzən onları sevmək, onlara ehtiram göstərmək, bəzən dinin əsas
prinsiplərindən biri hesab olunur. Yəni necə ola bilər ki, bizim üçün vacib olan, bizim üçün dinin prinsipi hesab olunan bir şey o səhabələr arasında ixtilaf məsələsinə çevrilsin. Bu, yəni məntiqli bir şey deyil. Ona görə bu irad fikrimcə fundamental irad deyil, yəni. Bu qədər.